Son zəngimdən danışmaq istəyirəm. Mən məktəbi ümumiyyətlə sevməmişəm. Heç məktəbə getmək də istəmirdim. Amma ki, öyrənəndə ki, son zəngimdə o qədər sevinmişdim ki, şükür Allaha mən də məktəbi qurtardım. Və son zəngə də getməyi planlaşdırmırdım, istəmirdim gedəm. Amma ki, anam, yaxın qohumlarım falan dedilər ki, get, yoxsa peşman olacaqsan getməməyinə. Mən də düz son zəngə 2 gün qalmış öyrəndim ki, qızlar göy yubka geyinəcək ağ kofta ilə və mənim ağ koftam var idi. Getdim dərziyə ki, göy yubkamı düzəltdirməyə və bacım salonda işləyirdi. Getdim o vaxtı 2015-də mən məzun olmuşam. Getdim onda at quyruğu yığdırdım saçıma və üzümə persivka vurdum, çünki tandan istifadə eləmirdim. Yenilik olsun deyə üzümə layner, gözümə layner çəkdim. Yollandım son zəngə. Gedəndə gördüm ki, hər kəsdən uzun elə mənim yubqamdır. Hər kəsdən uşaq görsənən elə bircə mənəm. Hər kəs sanki toya gəlmişdi. Özümü tərifləmək kimi olmasın, hər kəsdən sadə və daha gözəl görsənirdim. Amma bayaq bir video çıxdı qarşıma. Bir video, daha da çox video son zənglər çıxdı qarşıma. Qızlar sanki 17-18 yaş yox da, sanki indiki mənim yaşım kimi görsənirlər. 26-27 yaş yaxşı vermək olar qızlara. Çünki o qədər üzərinə makiyaj, üzlərində olan prosedurlar var ki, hətta dodaq şişirtməkləri belə gördüm. Amma məncə sadəlik təbii ki də gözəllikdir.